Salam dostlar, süni intellekt ilə necə video və şəkil düzəldə bilərsiniz onu göstərəcəm. Video axıra qədər baxmağı unutmayın ki, düzgün şəkildə video düzəldə bilərsiniz. İndi bizə GPT yazın. GPT-yə daxil oluruq. Daxil olduqdan sonra biz necə video düzəltmək istəyiriksə, onu buna yazırıq və deyirik ingiliscə elə bir dənə mətn düzəlt bizə. Və bizə bir dənə elə mətn düzəldəcək. İndi mən bir dənə yazım. İndi mən buna yazıram ki, bir uşaq, bir qız olsun, bir-birlərini qucaqlasınlar. İndi bunu yazandan sonra o mənə ingiliscə verəcək. İngiliscə verdiyi mətni indi mən sizə göstərdiyim yerə daxil olub orada yazandan sonra avtomatik bizə videonu oluşturub verəcək və limitsiz və ücretsiz istədiyiniz qədər video düzəldə bilərsiniz və ya şəkil düzəldə bilərsiniz. Həddindən artıq özü də çox asandır. Mətni yazdım, qurtardım. İndi onun mənə verəcəyi mətni gözləyək. Aha, mətni yazdı. İndi bunun üstünə bassaxlayaq. Burada ikinci seçənəyi tıklayaq və onun yazdığı mətni kopyalayaq, götürək. Kopyalayım bunu. Aha, GPT ilə işimiz qurtardı. Yeni Google Chrome'a daxil olmalıyıq. Chrome tapım. Aha, Chrome'a daxil olduq. İndi mən buradakı saytın linkini açıqlamaya qoyacağam. Açıqlamadan siz daxil ola bilərsiniz. İndi bura ana menyuya gəldikdə sizdən bəzi icazələr istəyəcəklər. İcazə verdikdən sonra video düzəldə bilərsiniz. İndi göstərim videonu düzəltməyə. Bura tıklayırsınız göstərdiyim yerə. Tıkladıqdan sonra bir dənə yeniləyək saytı. Aha. İndi burada video aşağıda video tıklayırıq. Aşağıda göstərdiyim yerə. Video vurduqdan sonra bura bayaq GPT-dən aldığımız mətni vurdıq, yapışdırdıq. İndi gözləyirik. Video düzəltmə aşamasına keçdik və bizim üçün video düzəldir. Həqiqətən videonu çox az vaxtda düzəldir verir. Maksimal video düzəltməyə 1 dəqiqə zət çəkir. Yəni çox böyük vaxt adamın almır. Mən sizin üçün yenə buranı qabağa çəkəcəm ki, sıxılmayasınız deyə. Videonu çəkdim qabağa. Harda olsa video düzələcək. Bir də videoma like atıb kanalıma abunə olmağı unutmayın. Ha, video düzəldi. Video tıklayaq. Nə tər mətn yazmışdıqsa birə-bir videosunu düzəltdi. Özü də həddindən artıq 6K, 7K kalitəli bir şəkildə düzəltdi. İndi burada aşağıda indirmə butonu var. Göstərim. Burada bu butona vurub videonu indirə bilərsiniz və limitsiz şəkildə videonuzu və ya şəklinizi belə süni intellektlə düzəldə bilərsiniz. Video xoşunuza gəldisə like atıb abunə olmağı unutmayın. Bu cür videolar kanalımda var. Kanalıma daxil olub baxa bilərsiniz.